Qaçaqlar xalqın qisasçısı yoxsa quldurlar idi? Azərbaycanda haqsızlıqla mübarizə aparmaq üçün dağlara çıxan insanları məhz belə adlandırırdılar. Onları bu işə vadar eləyən sosial-iqtisadi vəziyyətin ağırlığı, çar məmurlarının ədalətsizliyi və erməni istismarçılarının özbaşınalığı idi. Erməni elitasının yay iqamətgahında nə baş vermişdi ki, yerli sakinlərin yaddaşına həkk olunmuşdu? Rus yazıçı Veliçko, Alay bəy Mursaqulov və onun silahdaşlarının sensasiya yaradacaq bir hərəkətinə söz açır. Gəlin baxaq. Təəccüblü deyil ki, Tiflis quberniyasında Arsen, Bakıda Xanbaba, Yelizavetpolda Kərəm və ya Kərim, sonrakı dövrlərdə isə Tiflisdə və ya ona bitişik quberniyalarda Alay bəy Mursaqulov kimi quldurlar uzun müddət mübarizə apara biliblər və xalq arasında hörmətli ad qazanıblar. Bu insanlar bayağı soyğunçular deyil, bəzi hallarda tapdalanan ədaləti bərpa edənlər idi. Onlar xalqa zülm edənlərə qarət edir, igidlik və çeviklik möcüzələri nümayiş etdirirdilər. Bununla da öz qəbilə yoldaşlarının həm mənəvi, həm də bədii tələblərini ödəyirdilər. Onların zarafatları bəzən nağıl effektivliyi, cəngavər alicənablığı və möhtəşəm yumorla parlayırdı. Məsələn, Alay bəy Mursaqulov bir neçə gənclə birlikdə 100-ə qədər adamın, o cümlədən çoxlu silahlarının olduğu bir araba karvanını qarət etmişdi. O tabeçiliyində olanları, qadınları və uşaqları incitməyə qəti qadağan etmişdi. Bəzi hallarda bunun əziz xatirələrlə bağlı olduğunu öyrəndikdən sonra qadınlara onların zinət əşyalarını geri qaytarırdı. Kərəm talan edilmiş qənimətin əhəmiyyətli bir hissəsini sistemli şəkildə yoxsullara paylayırdı. O son dərəcədə əlçatmaz və cəsarətli idi. Bu isə ən maraqlı hissədir, tam bir komediyadır. Alay bəy Mursaqulov erməni elitasına yay iqamətgahı kimi xidmət edən Gürcüstandakı Borjomi bağ evlərinin birində 4 nəfərlə gələrək erməni qadın milyonsunu şəxsən samavar qoymağına və masa arxasına xidmət eləməyə məcbur etmişdi. Bu epizod yerli cəmiyyətdə imtiyazlı erməni varlılarının həyasızlığından əzilən və ən azı yumorist quldurun köməyi ilə bir qədər mənəvi məmnunluq əldə etmək fürsəti verərək bir haykü yaratmışdı. Gördüyünüz kimi Azərbaycan qaçaqları həm fərasətli, həm alicənab, həm də yumor hissindən məhrum deyilmişlər.